Çalışmalıyıq ki, ne sizin çok vaktiniz geçmesin, ama maraqlı geçsin. O geçen vaktiniz de maraqlı geçsin. Ona göre de biraz yığcam ve çevik olsun. Ve az danışan yani. Ben ne demek isterdim? Ben özüm hakkında ikice kəlmə sizə məlumat verin. Evvela ben bu jurnala, bu 102 yaşlı jurnala, 102 yaşlı jurnal deyəndə, bu siz elə bilməyin ki, bəzən elə Azərbaycanda mətbu orqanlar var ki, 175 deyirlər, nə bilim, halbuki mətbuatın yaşı 175'dir. Ərdən de deyirlər, nə bilim, 150, 130 və s. Bunlar hamısı cəfəngiyyatdır. Ona göre ki, bunlar 70 il Sovet dövrünü saymırlar. Sovetlərdən əvvəl çıxan hansısa bir məsələ qəzet, görürsən ki, 70 il çıxmayıb, ondan sonra hemen adından çıxır ve o illerde gəlir onun üstüne. Ama Azerbaycan jurnalı belə değil. Azerbaycan jurnalı 1923. ildə təsis olunub, 28'i yanvarda onun ilk nömrəsi çıxıb ve o gündən bu yana öz nəşrini davam etdirir. Yani fasiləsiz olarak, hətta müharibə illərində də. Bunu ben bilməyənlər üçün dedim. Amma burada əsasən elə insanlar əyləşib ki, sənət adamlarıdır, poeziya adamlarıdır, nəsil yazırlar, yani yazıcıdırlar və bunların xəbərləri var dediklərinin əksəriyyətində. Azərbaycan jurnalı, bəzi adamlar bunu görmürlər, özə eşitdiyimə görə Sumqayıt'a gəlmir jurnal. Bu çox pis bir hadisədir, pis bir mənə xəbər oldu bu. Mən bununla məşğul olacağım. Bax, budur indiki Azərbaycan jurnalının şəkli cəhətdən budur. Və bu jurnala mən 10 yaşında qədəm qoymuşam, ilk dəfə. Sizə qəribə gəlməsin. 10 yaşında mən 3-cü sinifdə oxuyanda mənim atam bu jurnalın poeziya şöbəsinə gəlib işləməyə və o zaman mənim məktəbim də Yazıçılar İttifaqı ilə üzbəüz olduğu üçün mən məktəbdən çıxanda atamın yanına gələrdim işə və deməli 1953-cü ildə mən Azərbaycan jurnalına gəlib gedirəm. Amma 1975-ci ildən isə mən bu jurnalda işləyirəm. Düz 50 ildir, düz yarım əsrdir. Bura artıq bilirsiniz, mənim bütün hüceyrələrimdədir, mənim bütün qanımdadır, canımdadır Azərbaycan jurnalı. Bir dəfə mənə dedilər ki, siz neçə ildir, dedim, çox. Bəs başqa yerlərdə işləməmişsiniz, dedim, yox, bilirsiniz, mən heç başqa yerlərdə işləməyi də istəmirəm. Ona görə ki, bura mənim doğma evimdir, bura mənim atamın işlədiyi bir yerdir. Bura bizim ədəbiyyatımızın qaynar qazanıdır, ədəbiyyatımızın əsas çap olunduğu, böyük ədəbiyyatımızın, poeziyamızın, nəslimizin çap olduğu bir yerdir. Və mən buradan heç yana öz xoşumla gedən deyiləm. Və başqalarının xoşu da görünür, elə mənim xoşumla üst-üstə düşüb, gördüyünüz kimi artıq yaşlı, xeyli qoca bir kişi sizin qarşınızda Azərbaycan jurnalının başındaklarıdır. Mən hələlik bu qədər, ona görə ki, mən çox əminəm ki, burada yaxşı söhbətlər olacaq, xeyirxah niyyətlə, yaxşı niyyətlə, yaxşı suallar veriləcəklər və yaxşı çıxışlar olacaq və onda lazım bilərsinizsə, mən yenə müdaxilə edərəm. Həlik isə mikrofonu verirəm, öz sədrə kimə layiq bilərsə, kimin məsləhət bilərsə orada.